Çənəmdə yaranan keloid çapıqla bağlı doktor Mehdi Mahmudiyə müraciət etmişdim. Çapıq yanıq nəticəsində yaranmışdı. Çox böyük və qızartılı formadaydı. Doktor Mehdi Mahmudiyin sayəsində, müalicələr sayəsində demək olar ki, qızartı da çəkilib və şişkinlik də azalmaq üzrədir. Çox razı qaldım. Nəticədən təşəkkür edirəm. Üzünüzdəki səpkilər aylarla keçmirsə, onları diş macunu, limon və ya internetdə gördüyünüz möcüzəvi üsullarla müalicə etməyə çalışmayın. Bu dərinizə daha çox zərər verə bilər. Səpkinin səbəbi düzgün müəyyən edilməli və ona uyğun müalicə seçilməlidir. Sağlam və təmiz dəri üçün dermatoloq Mehdi Mahmudi ilə peşəkar müayinəyə müraciət edin. Unutmayın, düzgün müalicə sağlam dərinin ilk addımıdır. Üçüncü seansımdır. Birinci seansla üçüncü seans arasında demək olar bir fərq görürəm, nəticə görürəm. Birinci seansda daha aktiv səpkilər var idi üzümdə, boğazımda. Yəni daha çox qızartılar var idi. Üçüncü seansda artıq qızartılar solub, rəngim açılıb, yəni üzün rəngi tamamilə açılıb, daha da qəşəng olur. İnşallah bundan sonra da yaxşı olacaq. Güvənirəm Mehdi doktora.